Əziz və dəyərli izləyicilər, biz hal-hazırda Bilgəhdə yerləşən Daçilik kimi adlanan ərazidəyik. Bildiyiniz kimi buranı vətəndaşlar məşhurlaşdırıblar və bura Daçilik kimi tanınır və axşamlar isə burada çadırlar quraraq vətəndaşlar istirahət edirlər. Bu gözəl və müsbət haldır. Təhlükəli məqamlardan biri isə Fövqəladə Hallar Nazirliyinin sularda xilas etmə xidmətinin burada xidmət aparmamasıdır və görürsünüz ərazidə xeyli sayda insan var və ərazidə insanlar istirahət edirlər və dəniz də ləpəlidir və ərazini yenə göstərirəm sizə hər tərəfli. Hər tərəfli göstəririk və ərazidə heç bir xilas etmədən söhbət gedə bilməz. Hətta kilometrlərlə görürsünüz ərazidə insan var və bütün bunlara baxmayaraq hələ də burada Fövqəladə Hallar Nazirliyinin heç bir xilas etmə xidmətindən söhbət getmir. Təbii ki, burada vətəndaşların təhlükəsizliyindən söhbət gedir və onların təhlükəsiz istirahət etməsi üçün mütləq şəkildə burada Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xidmət təşkil etməlidirlər. Buradan müraciət etməliyik Fövqəladə Hallar Nazirliyinə ki, sözgedən ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi üçün burada işlər aparılsın. Ümid edirik ki, video müraciətimizdən sonra Fövqəladə Hallar Nazirliyi məsələyə çevik reaksiya verərək bu məsələnin həllinə nail olacaq.